Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən xoş gördük hər kəsi və biz bu günləri Şəmkir rayonunda həkim Şənlik Babayevin qonağıyıq. Ailə həkimi və pediatr bizim Çınar TV kanalına öz dəyərli fikirlərini söyləyəcək və siz tamaşaçılara da öz məsləhətlərini verəcək qida ilə bağlı və sağlamlığınızla bağlı sizə dəyərli fikirlərini bölüşəcək. Salam həkim, necəsiniz? Salam, xoş gördük. Sağ olun, çox sağ olun. Sizi salamlayıram. Çınar TV-nin yaradıcı və iştirakçı fəaliyyət göstərənlərini salamlayıram. Bütün Şəmkir cəmaatını salamlayıram və diqqətli olub məni dinləməyə dəvət edirəm. Deməli, əziz izləyicilər, Çınar TV-nin müsahibəsinə qoşulmaq, onun fəaliyyətində iştirak etmək, ona müsahibə vermək, bu demək kanala mənim hörmətimdən, mənim demək dəyər verməyindən sonra yarandı bu fikir məndə. Həqiqətən də bu kanalı izləməyiniz məsləhətdir. Yəni çox dəyərli yardımsevərlik kampaniyası ilə məşğuldur, çox dəyərli işlərlə, yəni insanlara xeyir gətirən, insanları sevindirən işlərlə məşğuldur. Bu işdə mən də öz az da olsa töhfəmi sizinlə bölüşmək istərdim. Az da olsa sizə öz xidmətimi göstərmək istərdim. Bildiyiniz kimi, Bəhmə müəllim təqdim elədiyi kimi, mən ailə həkimi və pediatr olaraq hal-hazırda Şəmkir Sağlamlıq Dil Mərkəzində çalışıram.